Lavrov aparatını işləyəcəyik. Bu da kürək üçün olan hərəkətimizdir. Baza hərəkəti sayılır. Maşın olmağına, hammer olmağına baxmayaraq baza hərəkətidir. Baza və izolyasiya olmasını hardan ayırd eləyəcəyik? Bu barədə bundan əvvəlki videolarımda ətraflı şəkildə paylaşmışam. Çəkilərimizi taxmışıq. Hərdən bir sual verirlər ki, bəs niyə bunu aşağıdan tutum, niyə buradan və yaxud da əks tutanda nə olur? Hər biri latissimus dorsi əzələsinə işləyir. Sadəcə əlimizin tutuş bucağını dəyişməklə trapesiya hissəmizə, rhomboideus və teres mayor, teres minor hissəyə işləməyə biz fokuslana bilərik. Biz indi hazırda düz vəziyyətdə işləyəcəyik. Trapesiya yenə qoşulacaq, rhomboideus mayor, minor yenə qoşulacaq, amma faiz nisbəti var. Burada əsas qoşulur latissimus dorsi. Obratno sxvatka ilə, yəni əks sxvatka ilə işləsəydik, burada rhomboideusların da faiz nisbəti biraz çox olacaqdı və düz aralı bucaqda tutub işləməyimizdə çiyinin arxası da müəyyən hissədə qoşulacaqdı və teres mayor, teres minor hissəsi də qoşulacaqdı. Latissimus dorsi yenə öz yerində. Faiz nisbəti ilə bölünür. İndi biz işləyirik düz tutmaqla, düz tutuşla. Mikrofon biraz sıxılır, ola bilər birdən səs partlasın. Əsas məsələ hərəkətin sürətindədir. Yəni, sürətli icra olunan hərəkətlərdə əzələni hiss eləmək mümkün deyil. Ona görə də sürətimiz minimuma düşür. Hər biri eksentrik də, konsentrik də, yəni qaldırma və buraxma fazlarında da hər birində 2-3 saniyə nisbətində hərəkəti icra edirik. Mexaniki stressdən bəzən söhbət edirlər. Axırıncı elədiyim 2 dənə tükənişə doğru getmək idi. Tükənişə çatdırmadım, çünki hələ başqa digər hərəkətlərində var və Lavrov aparatında birinci podxodumdur, hələ 3 podxod işləyəcəm. Mexaniki stress isə tamam fərqli bir şeydir. Mexaniki stressin özünün 3 alt qrupu var. Bunlar da tamam fərqli bir şeydir.